Şagirdlər, deməli əvvəlki dərsimizdə biz koordinat oxunda boş xanalara uyğun kəsrləri tapmağı öyrənmişdik. Məsələn, ortada 0 yazılıb, düzdürmü? Görürsünüz, bax 5-də 0, 5-də 1, 5-də 2, düzdürmü? 5-də 2. Deməli, burada neçə olmalıdır? 5-də 3, 5-də 4, 5-də 5, yəni 1 deməkdir. Tam, vahid. İndi fikir verin, bax 0 ilə 5-də 1 arasında 5-də 1 varsa, deməli burada da 5-də 1 vahid məsafə var, amma 0-dan solda yerləşənə görə nə olur? Mənfi 5-də 1, mənfi 5-də 2, mənfi 5-də 4. Bax, fikir verin, gördünüz, bu şəkildə yazmaq olar. Əla. Bu keçən səfərki dərsimizin davamı idi. İndi baxırıq öyrənmə hissəsində rasional ədədlər. A böl B, yəni kəsr şəklində, A böl B şəklində, A böl B şəklində göstərilə bilən ədədlər rasional ədədlər deyilir. Burada A və B ədədlər tam ədədlərdir. B sıfırdan fərqli olmalıdır. Nəyə görə? Məsələn, 5 böl 0 deyə bir ədəd ola bilməz. Çünki kəsr xətti bölmə deməkdir. 5-i sıfıra bölmək ola bilərmi? Ümumiyyətlə, biz riyaziyyətdə nə demişik? Sıfıra bölmə ola bilməz. Qeyri-mümkündür. Məsələn, 3-də 2, 5-də mənfi 8, bunu mənfi 7-də 4 və yaxud belə də oxuya bilərəm. Mənfi 7, surət 4 böl mənfi 7 bu şəkildə də oxuya bilərəm. Bunlar rasional ədədlərdir. Kəsrin qarşısında mənfi işarəsi varsa, onu kəsrin surətində və məxrəcində yazmaq olar. Bəli, doğrudur. Yəni, məsələn, mənfi 5-də 3-ü mən həm mənfi 3 böl 5 kimi, həm də 3 böl mənfi 5 kimi yaza bilərəm. Yəni, mənfi istənilən yerdə otura bilər. Yaxşı, bunu yadımızda çıxartmayaq. Yazılışında vergüldən sonra sonlu sayda rəqəm olan onluq kəsrənin rasional ədəd olduğunu göstərmək olar. Həqiqətən də bu fikir ver. Bunun rasional olduğunu necə göstərərsən? A böl B kimi, yəni nəyisə bölmə, yəni %23, yəni 23 böl 100, mənfi 1,9. Yaxşı, yəni mənfi 1,9, yəni mənfi 19 böl 10 kimi, yaxud mənfi 19 böl 10, yaxud 19 böl mənfi 10 kimi bu şəkildə göstərmək olar. Yəni, görürsünüz, bayaq mən izah elədiyim kimi, yəni mənfinin fərqi yoxdur. Əgər kəsrin qabağında mənfi varsa, o mənfi kəsrin özünə də aid ola bilər, surətinə də aid ola bilər, məxrəcinə də aid ola bilər. Nəyə görə? Çünki mənfi 3-ü 5-ə böləndə, mənfini müsbətə böləndə mənfi ədəd alınır. Müsbəti mənfiyə böləndə də, yəni işarələr fərqli olanda mənfi olur. Yaxşı? İndi burada onu deyir. Bax, keçən dərsdə biraz onun haqqında danışmışam. Baxmayıbsa, gedin baxa bilərsiniz. A və B tam ədədlər eyni işarəlidirsə, A böl B müsbət ədəddir. Bax, mən sizə keçən səfər demişdim. Mənfi ilə mənfi müsbətə çevrilir. Müsbətlə müsbət də müsbətə çevrilir. Amma mənfi ilə müsbət mənfiyə çevrilir. Müsbətlə mənfi də mənfiyə çevrilir. Yəni, işarələr eynidirsə, üzr istəyirəm, müsbət olar burada, yaddan çıxdı. İşarələr eynidirsə, müsbət, işarələr fərqlidirsə, mənfi. Vəssalam, işarələr eynidir, müsbət. İndi A və B tam ədədləri müxtəlif işarələr varsa, A böl B mənfi ədəd. Mənfi 2-ni 9, müsbət görsən, mənfini müsbətə böləndə mənfi elədir. Müsbəti mənfiyə böləndə mənfi elədir. Gördünüz? Bu dediyim qaydanı yadda saxlayın, ömür boyu sizə lazım olacaq. Çünki çox lazım olacaq sadələşdirmələrdə. Kəsrin əsas xaric hissəsinə görə onun surət və məxrəcini sıfırdan fərqli ədədə vurduqda və ya böldükdə həmin kəsrə bərabər kəsr alınır. Bu xassəyə əsasən istənilən rasional ədədi məxrəci natural ədəd olmaqla ixtisar olmayan kəsr kimi göstərmək olar. Bəli, məsələn, 20-də mənfi 8-i, düzdürmü? Mən ixtisar eləyə bilərəm. Məsələn, burada görürsünüz 4-ə bölüb hər tərəfi və cavabı mənfi 7-də 5 alıb. Burada hər tərəfi mənfi 6-ya bölüb. Necə ki, biz, məsələn 18-də 12-ni mən ixtisar eləsəm, hər tərəfi 6-ya bölərəm, 3-də 2 alınır. Burada da mənfi olduğuna görə qabağında hər tərəfi mənfiyə bölüb. Mənfi 6-ya bölüb və mənfi 12-ni mənfi 6-ya böləndə 2-yi, mənfi 18-ni mənfi 6-ya böləndə 3 olduğunu tapım. İndi bunu səbirli olun, çalışmalar üstündə də bir daha göstərəcəm, narahat olmayın. Deməli, nə deyir bizə? Deyir ki, verilən, fikirləşə baxaq, hər bir tam ədədin rasional ədəd olduğunu necə izah eləmək olar? Bax, mən demişdim ki, tam ədəd götürək, məsələn, bir dənə mənfi tam ədəd 0, daha doğrusu mənfi 7, sonra 0-ın özü, bir dənə məsələn müsbət 10. Bunları necə izah eləmək olar? Bunlar rasional ədəddir. Rasional ədəd nədir? A böl B şəklində göstərməlisən. Hər bir tam ədədin məxrəcində 1 durub. Göstərə bildiyim A böl B kimi? Bəli, göstərdim. Məsələn, 0 böl 5. Göstərə bildim, göstərdim.
0/1 kimi də yaza bilərəm. Yenə də fərqi yoxdur, yenə 0 olur. Amma o birislərdə 0-dan başqa mütləq 1 yazmalısan da. 10/1, yəni də ona bərabərdir. Deməli, bu şəkildə göstərə bilirəm. Deməli, bu rasionaldır da. Qurtardı getdi. Vəssalam. Keçdik çalışma 4-ə. Verilən rasional ədədlərin müsbət yoxsa mənfi ədəd olduğunu müəyyən edin və əksini yazın. Aha. Bax, müsbəti mənfiyə bölmüşəm. Demişdim, işarələr fərqli olarsa, yəni biri müsbət, biri mənfi olarsa, cavab mənfi olur. Yəni, bərabərdir -5-də 2-yə. Yaxşı, bu mənfidir. Əksi nə olacaq? 5-də 2. -1, -3, müsbət, əksi 3-də 1 olur. Yox, üzr istəyirəm. Əksi -3-də 1 olacaq. Axı, bu müsbətdir. Bax, bu sual var ha. -1 böl -3. Bu nəyə bərabərdir? 3-də 1-ə bərabərdir. Bunun əksi nəyə bərabərdir? Əksi də -3-də 1-ə bərabərdir. Yaxşı, indi buna bax. -3 böl 4. Cavab mənfidir. Əksi nə olacaq? Müsbət 4-də 3. Bax, görürsən, 2 dənə mənfi var. Deyəcəksən, ay müəllim, belə şey olur. Bir kəsrin qabağında, bir də neynəsən çalışmadan, qabağında kəsrin məxrəci ata bilərsən. Buradan silib məxrəci ata bilərsən. 2 dənə mənfi nə olur? Müsbət. Bu müsbətdir. Əksi nə olacaq? Əksi olacaq -12-də 5. Yaxşı. Bu da müsbətdir. Əksi olacaq -4-də 7. Bu da müsbətdir. Əksi olacaq müsbət olduğuna görə əksi olacaq -15-də 4. Yəni -15-də 4. Bu şəkildə yazdım. Bəzilərini istifadə edim, bəzilərini yazdım. Bu müsbət, çünki 2 dənə mənfi müsbət idi. Özü müsbət, əksi mənfi. Yaxşı. Belə. Bir dənə lövhəmizi yeniləyək, sonra 5-ci çalışmaya da qayıdaq inşallah. Səbirli olaq və başlayırıq. Deməli, ya Allah, 5-ci çalışmada bizə nə deyir? Deyir, verilən rasional ədədlərin məxrəci natural ədəd olmaqla ixtisar olunmayan kəsr şəklində yazın. Aha, gəl yazaq. Bu nümunəyə özünüz də baxa bilərsiniz. Mən elə özüm də izah eləmişəm, indi baxıram. Birinci buna baxaq. -24-də -32. Hər tərəfi mən -8-ə böləcəm. İxtisar aparıram da. -24-ü 8-ə böləndə neçə eləyəcək? 3. Bax, -24-ü -8-ə bölürəm. Mənfidə mənfi bölündə müsbət 3 eləyir. -32-də -8-ə bölündə eləyəcək 4. Cavab eləyəcək 4-də 3. İxtisar olunmayan, yəni axıra qədər ixtisar apar, onu demək istəyir. Məxrəci natural ədəd. Görsən, naturaldır. Natural nədir? Yəni müsbət tam ədədlər. Müsbət tam ədədlər. İxtisar olunmayan kəsr şəklində yazın. Yazdım. Aha. Sonra məsələn bir dənə buna baxaq. Bir dənə buna baxaq. İndi bu hesabını yazdım da getdi də, qurtardı mı? -21-də -8. İndi uşaqlar, mən məxrəci natural ədəd eləməliyəm, müsbət eləməliyəm yəni. Mən -21-i 7-yə bölsəm -3 eləyər. Cavab mənfi alınır. Ona görə mən -21-i -7-yə böləcəm ki, cavab müsbət 3 alınsın. Yuxarını da kəsrin əsas xas səsə. Məxrəci nəyə bölünsə, surəti də ona bölməlisən. -21-i 3-ə bölək, -3, daha doğrusu üzr istəyirəm. -7-yə bölək. -21-i -7-yə böləndə neçə eləyir? 3. 28-i -7-yə böləndə neçə eləyəcək? -4. Cavab -4-də 3. Həqiqətən də ixtisar olunmayan, məxrəci natural ədəd olan kəsr şəklində yazılır. Yəni bunu bu şəkildə də saxlaya bilərsən, sualın şərtinə əsasən. Yaxşı. İndi buna da baxaq. Buna da baxaq, yekunlaşdıraq. Eyni şeydir onsuz. -2,5. Sualın şərtində onluq kəsri deyir, A bölü B şəklində göstər. Yəni mən bunu -2,5 kimi yazıram. Sonra bunu bizə də üzrü sayın. Aha. Sonra bunu mən düzgün olmayan kəsr kimi yaza bilərəm. Yəni -10,25 kimi yazdım. Düzdürmü? İndi ixtisar aparaq. İxtisar aparıram. Qarışdırmayaq buradan. Bərabərdir. Hər tərəfi nəyə bölək? 5-ə bölək. Burada qalır 2, burada qalır 5. Bunu bu şəkildə də göstərə bilərəm. -5 bölü 2. Da ixtisar getmir ki. Məxrəc natural alındı, alındı. İxtisar gedir, xeyr. Deməli, ixtisar olunmayan natural ədəd kimi məxrəci göstərdim. Vəssalam, dəyərli şagirdlərimiz. 10-cu səhifəmizdə bu qədər. Digər səhifələrdə, digər dərsimizdə baxaq.